Və təhrif də 3 cür olur. 3 cür təhrif var. İkisi kəlmədə, biri mənada. Və kəlmədə olan təhriflər 2 növdür. Biri var, kəlmənin və ya cümlənin mənasını dəyişmir. Məsələn, Elhamdülillahi Rabbil aləmin. Elhamdu. Mən desəm, Elhamdə Lillahi Rabbil aləmin. Bu oldu təhrif. Amma bu təhrif mənanı dəyişir? Dəyişmir. Bu cür təhrif çox vaxt kimlərdə baş verir? Cahillərdə. Ola bilər, surəni oxuyar, bilmədən təhrif edər. Bir hərəkəni və hərfi. Yəni, o təhrif ki, mənanı dəyişmir, o cahillərin dilində baş verir. Biz bundan danışmırıq. Biləsiz deyə qeyd elədim. Bizə lazım olan ikinci təhrifdir və ya üçüncü. Hansı ki, kəlmədə olur, ləfsdə olur və mənanı dəyişir. Bu artıq bidət əhli tərəfindən qəsdən edilən təhriflərdir. O kəlməni ona görə dəyişirlər ki, məna dəyişsin deyə. Məsələn, mən burada bəzilərini belə sizin üçün yazmışam. Məsələn, burada birinci baxın, istava. İstava. İstava, yəni Ar-Rahmanu aləl arş istava. Rəhman ərşə yüksəldi. Çünki istava ərəbində məlum bir şeydir. Fikir verin, bidət əhli istava kəlməsinə bu ləmi görürsünüz, bir də ləm artırır. Heç nə yox. Eləyib istavlə. Məna təmiz dəyişdi. Yəni, hökmü altına aldı. Fikir verdin? Bir də ləm hərfini artırıb. Hansı ki, yaşınla dövrəyə almışam bu o. Ar-Rahmanu aləl arş istava mənası odur ki, Rəhman ərşə istava etdi, yəni yüksəldi. İstavlə, yəni ərşə hökmü altına aldı. Bu məsələlərdə inşallah növbəti dərslərdə danışacağım. Misal üçün deyirəm. Və məsələn, ikinciyə bax, bu Quranda ayədir. Bu təhrif kimin təhrifidir? Cəhmiyyənin və ya Mu'təzilənin birincisi. Kəlmə təhrifidir, hansı ki mənanı dəyişir. İkincisi, Rafsilərin təhrifidir. Bu da Furqan surasının axırıncı ayələrindədir. Orada Allah subhanahu ta'ala gecə ibadətinə qalxan möminlərin duasından danışır. Və deyir ki, وَالَّذِينَ يَقُولُونَ رَبَّنَا هَبْ لَنَا مِنْ أَزْوَاجِنَا وَذُرِّيَّاتِنَا قُرَّةَ أَعْيُنٍ وَجَعَلْنَا لِلْمُتَّقِينَ إِمَامًا. Yəni, möminlər dua eləyərlər ki, Allahım, gözlərimizin nuru olan zövcələr və zürriyyət nəsib et bizə. وَجَعَلْنَا لِلْمُتَّقِينَ إِمَامًا. Bizi müttəqilər üçün imam et. Fikir ver, lil-muttaqinə, müttəqilər üçün. Bu rafsilərin imamiyyə əqidəsinin darmadağın edir. Çünki məsələn sən dua eləyə bilərsən, ey Rəbb, məni muttaqilər üçün, müminlər üçün peyğəmbər et. Sən bu duanı etsən dindən çıxdın. Təsəvvürlə, insan dua eləyir, amma dindən çıxır. Niyə? Çünki sən bu duanı etsən, deməli, etiqad etmiş olursan ki, Muhammed sallallahu aleyhi ve sellem sonuncu rəsul deyil və mən də ola bilərəm. Yəni, peyğəmbərlərin sayı məhdud deyil. Dua edirsən ki, Allahım məni müttəqilər üçün peyğəmbər seç. Bu etiqad rafsilərdə var. Rafsilərə görə imamların sayı məhduddur. Əgər belədirsə, onda deməli, bu duanı etmək olmaz. Amma Quranda bu dua deyilir və tövsiyə edilir. وَجَعَلْنَا لِلْمُتَّقِينَ إِمَامًا. Bizi müttəqilər üçün imam et. Deməli, say yoxdur. Ona görə bunların imamiyyə etiqadını dağıtdığına görə li hərfi cərinin yerinə mini qoydular. وَجَعَلْنَا مِنَ الْمُتَّقِينَ إِمَامًا. Bu da onların kitablarında gəlir. Kitab-ül Kafidə, Biharul Ənvarda, Faslul Xitab, Əl-İhticaz və s.
Güya ki, Cəfər Sadiqin yanında bir şəxs bu duanı edir. Qurandakı bu duanı. Yəni, Quranda oxuyub ki, cahil adamdır. Oxuyub bu duanı Quranda. Bu da başlayıb dua eləməyə ki, وَجَعَلْنَا لِلْمُتَّقِينَ إِمَامًا Rəbbimiz bizi müttəqilər üçün nə seç? İmam seç. Cəfər Sadiq də baxıb, güya ki, deyib ki, yox, bu Muhammədə bu cür nazil olmayıb. Bu cür nazil olub. وَجَعَلْنَا مِنَ الْمُتَّقِينَ إِمَامًا Yəni, Rəbbimiz müttəqilərdən bizə imam seç. Yəni, 12 imamı bizim üçün seç. Baxmayaraq ki, bu etiqadla təhrif etiqadına düşürlər. Ancaq onlar üçün önəmli olan Quranı inkar etmək təhrif deyil. Önəmli olan imamiyyə etiqadlarını qorumaqdır. Və bunun naminə nə olsa gedərlər. Və buna getdilər. Və dedilər, hətta sahabilər Quranı təhrif ediblər. Və bu da Quranda bir misaldır, hafizlərin misalı, hansı ki, kəlmə təhrifidir və mənanı dəyişir. Yəni, li hərfi cərinin yerinə mini qoyurlar. Və məna təmiz dəyişdir. Həmçinin üçüncü misal, Nisa surasındakı ayədir. وَكَلَّمَ اللّٰهُ مُوسَى تَكْلِيمًا Burada heç hərf də yox, hərəkə dəyişir. وَكَلَّمَ اللّٰهَ Bu da baş verir, bu 10 qiraət imamı yoxdur. 10 qiraət imamından biri Abu Amr. Abu Amr, rahməllah, bu ayəni oxuyanda وَكَلَّمَ اللّٰهُ مُوسَى تَكْلِيمًا Mu'təzilədən biri gəlib, deyir ki, ey imam, olarmı ki bu ayəni وَكَلَّمَ اللّٰهَ ləfsi ilə oxuyasan. Çünki dammə olanda, Allahu, kəlləməllahu olanda Allah fail olur. Yəni, danışan Allahdır. Allahın kəlam sifəti ispat olunur. Amma kəlləməllahə olsa, Allah məf'ul olur, yəni Musa Allahla danışdı. Allah Musa ilə yox. Fikir versən, bir də hərəkənə bütün məna dəyişdi. Və bu təhrifi misallardır. Və belə misallar çoxdur bidət əhlində. Həmçinin bir də var ümumən məna təhrifi. Yəni bu hansı təhrifidir? Ləfz təhrifi, hansı ki mənaya təsirləyən. Bir də var ki, ümumiyyətlə məna təhrifi. Məna təhrifi, məsələn, Allah subhanət hala buyurur, Qalə ya iblis, mə mənəəkə ən təscüdə limə xələqtu biyədək. Ey iblis, 2 əlimlə yaratdığıma nə mani oldu səzdə etmədin? Bidət əhli biyədək, 2 əlimlə ləfsini təhrif edirlər və deyirlər ki, yəni qüdrətimlə və ya neymətimlə. Bu məsələlərə gələcəkdə toxunacam. Və xulasa təhrif nədir? Və ya təhriflə ta'til arasında fərq nədir? Ta'til birbaşa inkarləməkdir. Fikir ver, birbaşa inkarləməkdir. Təhrif isə dolayısı yolla inkarləməkdir. Təhrif dolayısı yolla inkar edir. Ya ləfsini, hansı ki mənasına təsir edir, ya ləfsini saxlayıb birbaşa mənasını təhrif edir. Fərq budur.